Bildiyiniz kimi gələn həftənin ilk günləri futbol sevərlər üçün çox önəmli qarşılaşmalar var. Ayın 17-si Galatasaray ilə Juventus, ayın 18-i isə Qarabağla Newcastle qarşılaşır. İndi görək Karibiyanın qonaqlarının bu oyunlar haqqında təxminləri necə olacaq? 1-2 Juventus oyunu aparacaq. Newcastle favorit görürəm. Newcastle az üst top vuracaq Qarabağa. Qarabağ Newcastle oyunun 3-1, Galatasaray Juventus oyunun 2-0 Galatasaray qələbə qazanır. Galatasarayın bir fərqdən 2-1 böyük ehtimal qələbəsini gözləyirəm. Qarabağla Newcastle oyununda isə 2-2 keçəcək. Galatasaray oyununda mən qol gözləyirəm. Newcastle-dan Qarabağın oyununa da yenə qol ola bilər. 2-1 yəqin ki Newcastle qələbə. Qarabağ Newcastle-dan 2-2 və 1-1 hesab gözləyirəm. Galatasaray Juventus'a deyə bilərəm ki, məncə də oyunda bərabər olacaq. Juventus qazanacaq məncə. Qarabağla da Newcastle məncə bərabər qalır. 2-2 və ya da 1-1 ola bilər. Juventus Galatasaray 3-1 Juventus udacaq. Newcastle Qarabağ 3-1 udacaq. Qarabağla Newcastle demək istəyirəm. 2-1 reallıq danışmır, uzarıq məncə. Juventus yəqin ki Galatasaraya 3-1 olar. Udar yəqin ki. Deməli, könül istəyər ki, danışıram da 3-2. Qarabağ utsun, amma məncə Qarabağ 3-1 udacaq. Galatasaray da 2-1 udacaq. Qolları da ki, Viktor Osimhen vuracaq, bir də Nolan. Yəqin ki Qarabağ evdə 3-1, 3-0 hesabı ilə məğlub olacaq. Galatasaray Juventus oyununda yəqin ki Juventus minimum 2-0, yəni daha doğrusu 2 fərqlə udacaq minimum. Və ən əsası Karibiyanın hər 6 filialında bütün menyunu maya qiymətinə sifariş vermək və ən önəmli qarşılaşmaları kəsintisiz izləmək mümkündür.